Salam, hər birinizi xoş gördük. Yenə də mən coğrafiya müəllimi Elnur müəllim. Bu gün növbəti bir test izahı ilə Dövlət İmtahan Mərkəzinin sınaq toplusu, sınaq nömrə 1-in izahına baxacağıq. Deməli, gəlin burada ilk öncə birinci sualımıza baxaq vaxt itirmədən. Birinci sualımıza bildirilir ki, xəritənin vizual təhlili ilə kartometrik təhlilin oxşar cəhəti. Bildiyiniz kimi xəritələrdə üç cür təhlildən istifadə olunur. Vizual təhlil, kartometrik təhlil, bir də qrafik təhlil. Vizual təhlil zamanı ərazi haqqında ümumi məlumat, relyefi, iqlimi, çay şəbəkəsi, torpaq örtüyü, bu haqda geniş şəkildə məlumat əks olunur. Kartometrik təhlil isə xəritələrdə aparılan istənilən hesablama işi kartometrik təhlil hesab edilir. Yəni burada çay şəbəkəsinin sıxlığının tapılması, təzyiqin, temperaturun və digər bu kimi hesablama işlərinin aparılması kartometrik təhlilə aid edilir. Və üçüncü qrafik təhlil isə xəritələr üzərində müəyyən qrafiklər qurulmaqla aparılan təhlildir. Bu zaman profildən geniş şəkildə istifadə edilir. İndi keçək sualımıza. Xəritələrdə vizual təhlil ilə kartometrik təhlilin oxşar cəhətini bizdən sualda soruşmuş olur. İndi gəlin bu sualın doğru cavabını birlikdə tapmış olaq. Süxur laylarının yatım formalarının təyin edilməsi. Yəni bildiyiniz kimi süxur laylarının yatım formalarının təyin edilməsi bu daha çox qrafik təhlildə öz əksini daha geniş tapmış olar. Yəni bu sualımızın, yəni vizual təhlil ilə kartometrik təhlilin oxşar cəhəti kimi götürə bilmərik. Kəmiyyət göstəriciləri əsasında məlumatların əldə edilməsi, yəni kəmiyyət göstəriciləri əsasında məlumatların əldə edilməsi bu daha çox deməli vizual təhlilə aiddir. Yəni burada kartometrik təhlillə heç bir ümumilik, yəni oxşarlıq təşkil etmir. Xəritələr əsasən relyef profilinin çəkilməsi bu qrafik təhlillə birbaşa şamil edə bilərik. Kartoqrafik təsvirdən məlumatların əldə edilməsi. Yəni kartoqrafik təsvirdən məlumatların əldə edilməsi burada həm hesablama işlərindən, həm də vizual təhlildən istifadə olunduğu üçün D variantı sualımızın doğru cavabı hesab olunur. Dərədə toru miqyasın köməyi ilə hesablamanın aparılması bu birbaşa kartometrik təhlilə aiddir. Yəni sualımızın doğru cavabı kimi götürmək olmaz. Keçək ikinci suala. Uyğunluğu müəyyən edin. Topoqrafik xəritələr, icmal topoqrafik xəritələr, icmal xəritələr. Biz xəritələr bölməsindən də bilirsiniz ki, xəritələr miqyasına görə topoqrafik xəritələr bir bölünsün 200 minə qədər olan xəritələrdir. Yəni 1 bölünsün 200 minə qədər olan xəritələr, 200 minə qədər olan xəritələr bir dəqiqə üzr istəyirəm. Bu bir tərəfdə yazım ki, daha aydın olsun. Deməli, birinciyə aid edirik. Yəni birinciyə aid edirik. 1 bölünsün 200 minə qədər olan xəritələrimizi. 200 min, 200 min, 200 min. İkinciyə aiddir. Yəni ki, icmal topoqrafik xəritələrimizə aiddir. 200 mindən, yəni 1 bölünsün 200 mindən, 200 mindən, 200 mindən 1 milyona dək olan xəritələr. 1 milyona dək olan xəritələr. Yəni miqyasın kəmiyyəti ədəd olaraq 1 milyondan böyük olanlar isə 1 milyondan böyük olanlar isə 1 milyondan böyük olanlar aha, 1 milyondan böyük olanlar isə, yəni üçüncüyə icmal xəritələrə aid edirik. Yəni bunları birlikdə aid etmiş olduq. Bunu bildik, bu məlumatı xatırladıktan sonra testimizin doğru cavabını tapmaq bizim üçün olduqca asandır. Ona görə 1 bölünsün 200 minə qədər, yəni 200 mindən kiçik olanları seçdiyimiz zaman burada A variantında 1 bölünsün 20 min, 1 bölünsün 20 min. Bir də E variantında 1 bölünsün 70 mini götürürük. Bir də AE. Görək hansı variantda uyğun gəlir. Yalnız A variantında uyğun gəlir. Yəni doğruluğunu yoxlamaq üçün digər 2-yə baxırıq. İcmal topoqrafik 2-də D 1 bölünsün 500 min. Bura aid etmiş olduq və gördük ki, A variantımız doğru variantımız. Vaxt itirmədən keçək növbəti suala. Bakıdan 270 azimutda və 3416 kilometr məsafədə yerləşən məntəqənin coğrafi koordinatını müəyyən edin deyə bizə sual ünvanlanmış olur. Gəlin bu sualımızın da doğru cavabını birlikdə baxaq.
İlk öncə bunun üçün biz Bakının koordinatlarını xatırlamalıyıq. Aha, Bakının koordinatlarını xatırlamalıyıq. E, Elə qoyun bu meridian kimi görsənsin. Bu da paralel kimi görsənsəydi daha yaxşı olardı. Bunu silək yerindən çəkməyə çalışaq. Aha, çəkdik. İndi Bakının koordinatlarını xatırlamağa çalışırıq. 50 dərəcə şərq uzunluğu, şərq uzunluğu, 40 dərəcə şimal enliyi, 40 dərəcə şimal 50. 40 dərəcə şimal eləyir. 50 şərq uzunluğu, 40 dərəcə şimal eləyir. Bundan sonra Bakı gördüyünüz bu nöqtədə yerləşir. Bizdən sual olunur ki, 270 azimutlu. Aha, bir də azimutu burada xatırlamamız lazımdır. Şimalı göstərən azimutumuz neçə dərəcəli azimutdur? Azimut bölməsində xatırlayırıq. 0 dərəcəli. Qərbi, şərqi göstərən azimutumuz neçə dərəcəli azimutdur? 90 dərəcəli azimutdur. Cənubu göstərən azimut neçə dərəcəli azimutdur? 180 dərəcəli azimutdur. Qərbi göstərən azimut neçə dərəcəli azimutdur? 270 dərəcəli azimutdur. Aha. Bizə də sualda hansı azimut tələb olunur? 270 dərəcəli azimutu bilmək. Bildik ki, biz Bakıdan, yəni bu istiqamətdə şərqə doğru hərəkət eləyəcəyik. Nə qədər hərəkət eləyəcəyik? 3416 kilometr. Gəlini tapaq. Burada çox zaman suala yanaşmada səhv olma yol verilir ki, burada meridiana uyğun hesablayırlar. Yəni 1 dərəcəyə 111. Bu da yanlışdır. Yəni sualın yanlış cavabının tapılmamasına və yaxud burada yanlış variant qeyd olunarsa onun tapılmasını gətirib çıxardır. Ona görə biz burada 40 dərəcəlik paralel hesablamalıyıq. 40 dərəcədə 1 dərəcəlik paralelin uzunluğu nə qədərdir? 85 onda 4 kilometrdir. Aha. Bizə deyir neçə kilometr hərəkət edeyim? 3416 kilometr. Nə qədər, neçə dərəcə eləyir bu? Bilmirik. X yazırıq. X bərabərdir neçəyə? 85.4. 2x bərabərdir 3416-ya. 3416-nı 85.4-ə böldükdə tapırıq ki, 40 dərəcə məsafədə yerləşir. Aha, bunu tapmış olduqsa, artıq demək olar sualın böyük bir qismini həll etmiş olduq. İndi gəlin sualımızın cavabını tapmağa çalışaq. Deməli, hansı istiqamətdə hərəkət edib? Bakıdan şərqə doğru. Şərqə doğru hərəkət edibsə, Bakıda şərq yarımkürəsində yerləşdiyi üçün 50-dən 40-ı çıxırıq. 50-dən 40-ı çıxırıq. 40-ı çıxırıq. Cavab tapırıq ki, deməli, 50-dən 40-ı çıxırıq. Cavab 10 dərəcə. Fərqi alırıq. Deməli 10 dərəcə fərq 10 dərəcədə yerləşir. Aha, 10 dərəcə harda yerləşir? 50-dən 40-ı çıxırıq 10 dərəcə şərq yarımkürəsində. Yəni Greenwich'dən şərqdə yerləşdiyi üçün bu məntəqə 10 dərəcə şərq yarımkürəsində yerləşir. Cavab variantına baxırıq ki, görək 10 dərəcə şərq uzunluğu hansı variantda qeyd olunub? Yalnız bir variantda E variantında qeyd olunduğu üçün E variantı sualımızın doğru cavabıdır. Keçirik növbəti sualımıza. Dördüncü sual. Burada da bizdən hesablama tələb olunur. Burada da bizden hesaplama tələb olunur. Burada bu sualda kısa və konkret bir ilk olaraq şərtini oxuyaq. 1 bölünsün 5 milyon miqyaslı xəritədə 20 dərəcə şərq uzunluğu və 10 dərəcə qərb uzunluğu arasında 60 dərəcəlik paralel üzərində məsafə 20 santimetr olarsa təhrifi hesablayın. Aha. Bildiyiniz kimi xəritə təhrifli təsvirdir, qlobusdan fərqli olaraq. Yəni hər bir xəritədə təhriflə qarşılaşırıq. Burada bu tipli çalışmaları, yəni məsələləri həll edərkən diqqətli oluruq ki, yəni bunu qısa və konkret həll yolu, yəni qısa həllə çatmaq yolu 1 bölünsün 500 min, yəni bu 1 santimetrdə göstərilən 5 kilometri buradakı santimetrə 20 santimetrə vururuq. 20 santimetrə. Aha. 20 santimetrə vururuq. Bu gördüyünüz 20 şərq uzunluğu, 10 qərb uzunluğu arasındakı fərq isə bu 55.8 kilometrə uyğun hesablayırıq. Gəlin indi birlikdə bunları hesablayaq. Deyir ki, şərtdə bizə bildirilir ki,
Deməli 1 santimetrdə buradan 5 sıfır silirik. 1, 2, 3, 4, 5 sıfır silirik. Görürük ki 1 santimetrdə 5 kilometrdir sən demə. 5 kilometr, 5 kilometr qeyd olunub 1 santimetrdə və bizə deyir ki, neçə santimetr fərq var? 20 santimetr fərq var. 20 santimetr. 20 santimetrə x. X ilə bərabərdir neçəyə? X ilə bərabərdir 20 vurulsun 5. Yəni ki 100 100 kilometrə. 100 kilometr. 100 kilometrə. Aha. Deməli burada 1 santimetr üzr istəyirəm. Burada 5 sıfır sildikdən sonra 50 kilometr qalır. Diqqətimizdən qaçıb 50 kilometr. Bu da 1000 kilometrə bərabər olur. Aha. 1000 kilometrə bərabər olduğunu tapdıq. Bu məsələmizin bu hissəsi. İndi keçirik digər hissəyə. İkinci hissə. Bu mini yadda saxlayırıq. Mini yadda saxlayırıq. Mini yadda saxladıq. Aha. Keçirik ikinci hissəyə. Deyir ki, burada yenə üstünə xətt çəkək. Hmm. Üstünə xətt çəkək burada. Aha. Belə. Bu mərkəzdəki bizim 0 dərəcə Qrinviç meridianımız olsun. Bu birisi, yəni şərq yarımkürəsində neçə dərəcə ilə verir? 20 şərq uzunluğu verib. 20 şərq uzunluğu. 20 şərq uzunluğu. Burada isə 10 dərəcə qərb uzunluğu. 10 dərəcə qərb uzunluğu. Aha, bunlar eyni yarımkürədə xeyr. Əksi yarımkürədə olduğu üçün nə etməli? Toplamalı. Eyni yarımkürədə olsaydı çıxardıq. Burada biz tapdıq ki, 30 dərəcə aralarında fərq var. 30 dərəcə aralarında fərq var. Yenə də burada diqqətli olmalı tərəfimiz ondan ibarətdir ki, bu 60 dərəcəlik paralel üzərində verilir. 30-a x qoyaq ki, bilmirik neçə kilometr məsafə fərqimiz var. Və 60 dərəcəlikdə deyir ki, 1 dərəcəlik paralel qövsünün uzunluğu 55,8 kilometrdir. Aha. 55,8 kilometrdir. X bərabərdir. Neçəyə? 55,8 vurulsun 30-a. 55,8-i də 30-a vurduqda uşaqlar 1674. Yəni 1674 alırıq. 1674. Aha, asan. Deməli, biz gördüyünüz birinci hissədə 1 bölünsün 50 kilometri 20 santimetrə uyğun hesablama apardıq və cavab aldıq ki, 1000 kilometr. Burada da 1674 kilometr cavabı almışıq. Aha, 1674-dən indi 1674-dən, yəni bu miqyasa görə tapdığımız, dərəcəyə görə tapdığımız ədəddən 1674-dən çıxacaq mini cavab alacağıq 674 kilometr. 674 kilometr. Y variantı sualımızın doğru cavabıdır. Keçək növbəti 5-ci suala. Burada da bizdən hesablama tələb olunur. Beşinci sualda bildirir ki, 20 və 50 və 20 dərəcəlik paralel çevrələri arasında uzunluq fərqini hesablayın kilometrlə. 50 dərəcəlik paraleldə 1 dərəcəlik qövsün uzunluğu 71,7, 20 dərəcəlikdə 1 dərəcəlik qövsün uzunluğu 104,6-dır. Bununla kəsə və qısa həll yolu ondan ibarətdir ki, gördüyünüz bu paralel çevrələri istəyir, yəni paralel çevrələri 50 və 20 dərəcəlik paralel çevrələrin ümumi uzunluğu 360 dərəcədir. Yəni 360 dərəcəyə bərabərdir. Hər ikisinin ümumi uzunluğu 360 dərəcəyə bərabərdir. Aha, bunu biz biliriksə artıq. Yəni bunun hər ikisini 360-a doğru 360-a vurub hesablamaqdansa, burada qısa və kəsərli yolu ondan ibarətdir ki, gördüyünüz bu 104,6-dan 71,7-ni çıxmalıyıq ilk olaraq. 104,6-dan, yəni 104,6-dan çıxırıq 71
onda 7'ni. Bu da bərabər olur neçəyə? 104 onda 6-dan çıxırıq 71 onda 7-ni. Belə çıxaq ki, qısa və kəsərli olsun. Deməli, bu eləyir 32 onda 9. 32 onda 9. Bunu da vururuq neçəyə? 360-a. 360-a. Bu da bərabərdir neçəyə? 32 onda 9-u 360-a vuranda 360-a. 11844 ədədini alırıq. 11844 ədədini alırıq. Cavab burada əşit olunmu? Bəli, əşit olunur. C variantı sualımızın doğru cavabıdır. Ümidvaram bu həll yollarını yadda saxlamış olursunuz. Çoxüzlü proyeksiyaya aid olan olduğu ifadələri seçin. Çoxüzlü proyeksiyaya aid olan ifadələri seçin deyə bizə bildirilir. Aha, çoxüzlü bilirsiniz ki, bir neçə proyeksiyadan istifadə olunur da. Burada bərabər bucaqlı, bərabər sahəli, çoxüzlü, sadə silindrik proyeksiyalardan geniş şəkildə istifadə olunmaqdadır. Bu da proyeksiyalar bölümündən xatırlatma etmiş oldum. Aha, bir yer kürəsinin səthi aid olan ifadələri seçin deyir bizə. Aha, burada deyir ki, yer kürəsinin səthi çoxlu sayda trapesiyalara bölünmüş çoxuzlu kimi qəbul edilir. Aha, burada deməli çoxuzlu proyeksiyada deyilir ki, yer kürəsinin səthi çoxlu sayda trapesiyalara bölünmüş çoxuzlu kimi qəbul edilir. Bilirsiniz ki, yəni çoxüzlü proyeksiyada adından da göründüyü kimi çoxlu sayda trapesiyalara bölünür və bu səbəbdən də bu proyeksiyada təhrif digərlərinə nisbətən olduqca azdır. Yəni yox dərəcəsindədir. Daha dəqiq proyeksiya, daha dəqiq proyeksiya aparılmış olur. Bu oldu, deməli, bir doğru variantımız. İndi keçək. Hər bir variantda görürsünüz də 2 dənə doğru variant verilir. Keçək ikinciyə. Əsasən qütb ətrafı və mülayim enliklərdə yerləşən ərazilərin xəritələri bu proyeksiyaya tərtib edilir. Bilirsiniz ki, əsasən qütb ətrafı və mülayim enliklərin proyeksiyası mülayim enliklərin 60 dərəcə, yəni konusla. Bu gördüyünüz tərif konus proyeksiya, yəni 60 dərəcəyə qədər olan hissələrə daha çox uyğun gəlir. Sırf qütb ətrafı desəydi, azimutal daha çox uyğun gəlir. Əsasən ekvator boyu ərazilərdə xəritələri bu proyeksiyaya tərtib olunur. Burada meridian və paralellər düz bucaq altında kəsilir. Bu da aiddir nəyə? Silindrə. Sadə silindrik proyeksiya. Yəni qlobus silindrə salınır. Açılan zaman ekvatorda, yəni ekvator xətti boyunca sıfır təhriflərə rast gəlinir. Köməkçi həndəsi səthi kimi silindrdən istifadə olunur. Bu elə adı üstündə silindrik proyeksiyadır. Köməkçi həndəsi səthi kimi silindrdən istifadə olunur. Bu adı üstündə silindrik proyeksiyadır. Sonra əsasən topoqrafik xəritələrin tərtib edilməsində istifadə olunur. Yəni burada 5-də doğru cavabımızdır. Ona görə də 6-da Y variantı doğru cavabdır. Yəni yeni doğru olaraq götürürsünüz. Digərləri digər variantlara aid olur. Keçək növbəti 7-ci suala. Deməli, 7-ci sualda bildirilir ki, B və C məntəqələri arasında hündürlük fərqi 100 metr olarsa, coğrafi 100 metr olarsa, 100 metr olarsa doğru ifadələri müəyyən edin. Aha. Bu şərt bizə bəlli. Bu şərtdən bizə yalnız bəlli olan kəsmə B və C məntəqələri arasındakı hündürlük fərqinin 100 metr olmasıdır. Yəni buradan gördüyünüz bu horizontaldan bu horizontala qədər məsafə 100 metrdir. Düzdür? 100 metr verən kimi, yəni heç şərtə toxunmadan gəlin biz kəsmə yüksəkliyi tapaq. 100 metrdirsə burada neçə boşluğumuz var? 2 boşluq. 100-ü neçəyə bölməli? 2-yə. 100-ü 2-yə böləndə kəsmə yüksəkliyi nə qədər olur? 50 metr olur. Aha. 50 metr. Kəsmə yüksəkliyi tapdıq ki, 50 metrdir. Aha. Deməli, kəsmə yüksəkliyimiz 50 metrdirsə, burada yəni həll eləməmişdən qabaq bir neçə şeyi özümüz üçün bəlli eləməliyik ki, daha sonra bizim üçün rahat olsun. Kəsmə yüksəkliyi 50 metrdirsə, 900-dən kiçik, yəni 50-yə bölünən ilk ədəd 950, yəni 950 burada daxili horizontalımızdır. Yəni 950, 900, 850, 950, 900, 850, 800, 750. Yəni burada xarici horizontalımızda 750-dir. 750. Yəni yerdən qalsaq 800, 850, 900, 950 olaraq göstərməli. Mütləq hündürlüyümüz 970 metrdir. Yadınız ki, mənfi relyef formasıdır. Bu doğrudurmu? Yəni baxanda berq ştrixə baxırıq, xarici horizontaldakı berq ştrixə baxırıq, daxili horizontaldakı berq ştrixə də baxa bilərik. Yəni bu daxili horizontaldır. Bax bu ən sonuncu hissədə olan. Bu isə xarici horizontaldır. Yəni
çöldə, xaricdə yerləşən, təsvirin xaricində yerləşən xarici horizontal. Xarici horizontala baxıram ki, çöldən çəkilib bu paralel perpendikulyar bu xətt, yəni berqişdirik. Ona görə də müsbət relyef forması olduğu üçün bu cavabımız yanlışdır. Yanlışdır. Doğru ifadələri seçin deyə bizə bildirirsə, bu cavabımızın yanlış olduğu üçün üzərindən xətt çəkirik. Aha. Dağın nisbi hündürlüyü 220 metrdir. 220 metr olduğunu necə taparıq? Burada görürsünüz 970 metr verilib də. Burada neçədir? 750 metr. Nisbi hündürlük nədir? İki məntəqə arasında olan hündürlük fərqinə nisbi hündürlük deyilir. Yəni şaquli hündürlüyə doğru. 970-dən də 750-nə çıxanda neçə alınır? Əlbəttə ki, 220 metr alındığı üçün cavabımız doğrudur. A nöqtəsi dəniz səviyyəsində yerləşir. A nöqtəsi dəniz səviyyəsində yerləşirmi? Deyirik ki, xeyr. Çünki niyə? Ona görə ki, burada 750 metr hündürlüyə malikdir. 750 metr hündürlükdə olan nöqtə dəniz səviyyəsi ola bilərmi? Xeyr, ola bilməz. Ona görə yanlışdır. Kəsmə yüksəkliyi 100 metrdir. Kəsmə yüksəkliyi tapdıq axı burada 50 metrdir. Gördünüz, sualı artıq öncədən həll edib artıq mən çözmüş oldum. B və D nöqtələrinin mütləq hündürlükləri 800 metrdir. Aha, B və D nöqtələrinin mütləq hündürlükləri 800 metrdir deyir. Burada 750, 50 metrdə kəsmə yüksəkliyi hündürlüyü hər ikisi eyni horizontal üzərində yerləşdiyi üçün eyni horizontal üzərində olan nöqtələrin hündürlükləri eynidir. Ona görə də bu da doğru cavabımızdır. D nöqtəsinin yerləşdiyi yamacın meyilliyi çoxdur. D nöqtəsinin yerləşdiyi yamacın meyilliyi çoxdur deyir. Bəli, bu da doğru cavabdır. Meyilli çoxdur. Bəli, meyilli çoxdur. Üzr istəyirəm bir dəqiqə. Deməli, 2-də daha yüksək 200 metrdir. Meyilli çoxdur. Bəli, bu da doğrudur da. Bu da doğrudur. Meyilli çoxdur. Çünki buna da hardan baxırıq? Baxırıq ki, bu xətlər sıx çəkilib. Ona görə də meyilli çoxdur. Ona görə doğru cavabımız oldu 2, 5, 6, B variantı. Keçirik növbəti suala. Eyni meridian üzərində olan A nöqtəsi 44 dərəcə şimal elliyində, B nöqtəsi 24 dərəcə şimal elliyində yerləşir. A məntəqəsi B-dən hansı azimutda yerləşdiyini və bu məntəqələr arasında həqqi məsafəni hesablayın. Deməli, baba, bu bizim meridianımızdır. Hər hansı bir meridiandır. Meridianın üzərində iki nöqtə var. Biri 44 şimal elliyində yerləşir. İkisi də şimal yarımkürəsindədir. Şimal yarımkürəsində. 44 şimal elliyində. Biri isə yerləşir 24 dərəcə şimal elliyində. 24 dərəcə şimal elliyində. Bir qədər səliqəsiz oldu. 44-də digərisi 24 dərəcədə yerləşir. Deyir, A məntəqəsi B-dən hansı azimutda? A məntəqəsi. A məntəqəsi hansında yerləşir? 44-də yerləşir də. Bu A məntəqəsidir. A məntəqəsi. Bu da B məntəqəsidir. B məntəqəsidir. Aha, B məntəqəsi. A məntəqəsi B məntəqəsində sözsüz ki, şimalda yerləşir. Şimala olan azimut neçə dərəcə ilə göstərilir? 0 dərəcə ilə. Ona görə 180 ilə göstərirəm, 270-ə çıxıram. Sonra məsafə nə qədərdir? Bu 44-dür. Digəri isə 20-dir. 44-dən 20-ni çıxsaq, alaraq 20 dərəcə, 20 dərəcə, 20 dərəcə, 20 dərəcəyə x, 1 dərəcəlik meridian qövsünün uzunluğu nə qədərdir? 111 kilometr. 111. Bəzən testlərdə 111.1 kimi də götürülür. Burada həldə 111 olaraq götürülür. 20-ni də 111-ə böləndə 220. Yəni cavabımız 2220. Yəni cavabımız C variantı sualın doğru cavabıdır. Keçirik növbəti testə. Sxemə əsasən aralarında ən qısa və ən uzun məsafə olan məntəqələri müvafiq olaraq müəyyən edin. 10 dərəcəli paralel 10 dərəcəli paraleldə 1 dərəcəlik qövsün uzunluğu 109.6 kilometr, 20 dərəcəlik paraleldə 1 dərəcəlik qövsün uzunluğu isə 104.6 kilometrdir deyə bildirilir. Gəlin indi baxaq. Deməli, burada 10 dərəcəlikdə, yəni bilirsiniz də, get-gedə şimala doğru getdikcə paralel qövsünlərinin 1 dərəcəyə uyğun gələn kilometr, yəni kilometrlə ifadəsi anlayışı get-gedə azalır. Aha, indi bizə burada hansı məntəqələri verir ki, bunların arasında paralel qövsün uzunluğu azdır. İndi gəlin baxaq. Deməli, burada ilk olaraq, məsələn, mən baxıram ki, E və F məntəqələri
bir-birlərindən digərlərinə nisbətən uzaqda yerləşir və burada yəni F məntəqələri bir-birindən uzaqda yerləşir. Məsələn, bir də AD-ni qeyd eləyə bilərdik. A-dan D-yə elə bir ifadədə burada öz əksini tapmayıb. Bizdən də ən müvafiq olaraq ən qısa və ən uzunu soruşur. Ən uzunda AD olmadığı üçün baxmıram ona. EF-yə baxıram. Yəni eynən F məntəqəsi biri 160-da, digəri də 160-da 40 dərəcəlik fərqə malikdir. 20 dərəcədə, yəni bu 20 dərəcəlikdə deməli 40-ı vurmalıyıq 20 dərəcəlikdə nə qədərdir? 104.6-ya. 40-ı da 104.6-ya vurmuş olsaq əgər, 40-ı vursaq 104,6-ya 4184 alırıq. Deməli, bunlar arasında məsafə nə qədərdir? 4100 4184 kilometr. Aha, 4184 kilometrdir. Bu da belə. 4184 kilometrdir. Bəs digər uzun məntəqə AD məntəqələri görmədik. A-dan B-yə qədər məsafə nə qədərdir? A-dan B-yə qədər məsafə 30 dərəcədir. 30 dərəcəni də 109.6-ya vursaq, 30-u da vursaq 109.6-ya qısaca, deməli bunlar arasındakı məsafədə 3288-dir. Aha. Deməli, burada 4184-dür, burada 3288-dir. Doğrudurmu? Sözsüz ki, burada E və F məntəqələri arasında məsafə ən uzun məntəqə, ən uzun fərqdir. Ona görə D variantını və E variantını cavab variantlarından çıxmış oluram. Ən qısa məsafəni soruşur. Aha, ən qısa məsafə. Yəni bunların hər biri, yəni meridianı götürmürük. Çünki niyə? Meridiyanda 111-də axı demişik. 1 dərəcəlik qövsün uzunluğu 111-dir. Burada hər ikisi 111-dən kiçikdir. Biri 109.6-dır, biri 104.6-dır. Ona görə B və D, BD yazılan variantları heç bir halda biz götürə bilmərik. Baxın, qısaca sizə bunun qısa yollarla tapmağı daha bir yolu. B və D-ni çıxırıq. Çünki hər ikisi dedik axı, meridian qövsün uzunluğu 111 kilometrdən azdır da. Yəni ona görə də burada, yəni ən az məsafədə 10 dərəcədir, bunlar olduğu kimi. Yəni buradan CB istənilən halda BD-dən kiçikdir. Aha, ona görə də burada CB-ni biz doğru cavab olaraq götürməliyik də. Çünki bunlarda da 10 dərəcədir. Buradan bura da 10 dərəcədir. Buradan bura da 10 dərəcədir. Sadəcə burada 1 dərəcə 111-dir. Burada 1 dərəcə nə qədərdir CB-də? CB-də 1 dərəcə deməli 1096 kilometrdir. CB-də 1096 kilometrdir. Digərlərində isə istənilən halda bundan uzun olacaq. Məsələn, digərinə nə verib? AC-ni verib. AC-də 20 dərəcədir. Yəni 20 dərəcəni də 104.6-ya vursaq biz, 20-ni vursaq 104,6-ya 2092 alırıq. Ona görə də yenə də burada doğru cavabımız nə olur? CB olan C variantı. Yəni sualımızın doğru variantı C variantıdır. Keçək növbəti testimizə. 10-cu test. Euler-Venn diaqramının uyğun bəndləri müəyyən edin. Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Hər hansı bir məntəqənin coğrafi koordinatını müəyyən etmək mümkündür. Yəni, bir mənalı olaraq yadda saxlamalıyıq ki, yəni coğrafi koordinat sistemindən planda istifadə edilmir. Xəritədə istifadə edilir. Ona görə bu yalnız xəritəyə aiddir. 1. Keçirik 2-yə. Müxtəlif təyinatlı infrastruktur və obyektləri təsvir edir. Bu, plana xas xüsusiyyətdir. Yəni, plana xas xüsusiyyətdir ki, infrastruktur və digər obyektləri qeyd edilir. İki məntəqə arasında məsafənin ölçülməsi mümkündür. Bu variantı saxlayaq. Daha dəqiq təsvir hesab olunur. 4. Daha dəqiq təsvir hesab olunur. Sonra müxtəlif coğrafi hadisə və prosesləri təsvir etmək mümkündür. Tərtib olunmasında miqyas və şərt işarələrdən istifadə olunur. Yəni 6, 3-ə də 6. Miqyas və şərt işarələrdən istifadə olunur. Hər ikisində istifadə olunur. Deməli 1-ə 2, 4, 1-ə 2, 4. Onsuz bir variantda uyğun gəlirdi. 3-ə də 2, 3, 6. Yəni burada 1-ə 2, 4, 2-yə 1, 5, 2-yə 1 və 5, yəni 5. 5 müxtəlif coğrafi hadisə və prosesləri təsvir etmək mümkündür. Buna aiddir. 3-ə isə 6-nı aid edir. Tərtib olunmasında miqyas və şərti bir də 3-dən 2 məntəqə arasında məsafənin ölçülməsi mümkündür deyə bunu da aid etmiş olduq. Doğru cavabımız D variantı. Keçək növbəti suala. 11-ci sual. Xəritə sxemi əsasən doğru bəndi müəyyən edir. Aha. Ən son kəşf edilmiş materikdir. Bilirsiniz ki, ən son kəşf edilmiş materik Antarktida materikidir. Yəni o da 4 rəqəmi ilə işarə edilmişdir. Aha.
Kristofer Kolombun səyahəti zamanı bu ərazidən keçmişdir. Deməli, Kristofer Kolumb səyahəti zamanı Kristofer Kolumb 1492-ci ildə Amerikaya dəniz yolunu kəşf etmək üçün buradan səyahətə çıxır və gəlir bu sahillərə, yəni bu ərazilərə. Kristofer Kolumbun səyahət istiqaməti bu istiqamətdədir. Aha. Sonra digərə baxaq. Ən böyük qitədir. Ən böyük qitə bilirsiniz ki, Asiya qitəsidir. Asiya qitəsi, gördüyünüz bu Asiya qitəsi. Bu da rəqəmlə təsvir olunur. Alexander Humboldt tədqiq etdiyi ərazilər, yəni bu Ant dağlarının bu hissələridir. Deməli, bu Humboldt'a 5, tapdıqlarımızı yazacaq ki, qarşısına 5, A'ya da 4 salaq ki, bilinsin. Sonra Vasco da Gama səyahət zamanı buradan keçmişdir. Yəni Vasco da Gama da Hindistana dəniz yolunu kəşf edir. Səyahəti də, yəni bax bu istiqamət, gördüyünüz bu istiqamətdədir. Yəni bu da xəritə üzərində göstərilmir. Yəni bizə xəritədən tapdığımız variantlara uyğun olaraq 4-ə A, 5-ə isə D-ni tapmış oluruq və buna sualımızın doğru cavabı A variantı olmuş olur. Sonra 12-ci sual. Uyğunluğu müəyyən edin. Dairəvi diaqram, sütunlu diaqram, xəttli diaqram. Bilirsiniz ki, diaqramlar dairəvi, sütunlu və xəttli olaraq deməli fərqləndirilməkdədir. Sualda da bizdən bunlara uyğun olan bəndləri soruşur. Deyir, son 10 ildə müxtəlif dənli bitkilər məhsullarının yığım dinamikası ölkə sənayesinin il ərzində istehsal olunan ərzaq məhsulları arasında şəkərin payı, ölkənin müxtəlif şəhərlərində yerləşən zavodların sayı. Baxın, əgər diaqramda il məsələləri, illər ərzində dəyişmə, yəni bu kimi faktlar öz əksini tapırsa, bu sütunlu diaqrama aid edilir. Yəni 2 A. Sonra deyir ki, məsələn, şəkərlərin payı. Yəni hər hansı bir payın tapılması dairəvi diaqrama aiddir. Bir də xətti diaqram ölkədə müxtəlif şəhərlərdə yerləşən zavodların sayı, bu isə xətti diaqrama aid edilir. Deməli, onda oldu 1B, 2A. 1B, 2A hansı variantda uyğun gəlir? B variantında uyğun gəlir. Keçək sual nömrə 13-ə. Müvafiq olaraq qütb ulduzunun Bakıya nisbətən böyük və kiçik bucaq altında göründüyü şəhərləri müəyyən edin. Bizə bəllidir ki, cənub yarımkürəsində, yəni bu 0 ekvatordan cənubda qütb ulduzu, yəni qütb ulduzu Polaris görsənmir. Amma şimalda görsənir. Şimalda necə görsənir? 10 dərəcədə 10 dərəcə bucaqla 90 dərəcədə 90 dərəcə bucaq altında görsənir. Yəni yerləşdiyi enliyə uyğun olaraq ona uyğun görsənir. Şimal enliyinə uyğun olaraq görsənir. Yəni ən böyük görsəndə 90-da qütbdə, ən az görsəndə 10, yəni 0-a yaxın, deyək ki, 1 dərəcə şimal enliyində ən az bu istiqamətdə, yəni 0 dərəcə ekvatorda, yəni demək olar tamamilə görsənmir. Ölkəmiz ərazisində neçə dərəcə ilə görsənər? Dedik axı bəyək 40 dərəcə şimal enliyi, 50 dərəcə şərq uzunluğu, ona görə 40 dərəcədə yerləşir. Məntiqə uyğun olaraq sualın doğru cavabı ondan ibarətdir ki, Bakıdan müvafiq olaraq böyük bucaq altında görsənən, yəni birə uyğun olanlar Bakıdan şimalda yerləşən paytaxt, burada əsasən paytaxt şəhərləri verilib və Bakıdan şimalda yerləşən paytaxt şəhərlərdir. Deməli, Bakıdan şimalda hansı məntəqələr yerləşir? Bakıdan şimalda yerləşir New York, təqribən 60 dərəcəli paraleldə yerləşir və Bakıdan şimalda yerləşir Oslo, Bakıdan şimalda yerləşir Kazan. Bu üç şəhər Bakıdan şimalda yerləşir, digər üçü isə cənubda yerləşir. İndi bu üçün ikili tandemdə doğru olan versiyalarını biz tapmalıyıq. İkili tandemdə, yəni ikili şəkildə, ikili şəkildə doğru gəldiyi variantı tapmalıyıq ki, biz hansı variantda uyğun gəlir. Aha, gəlin baxaq. Deməli burada, deməli New York, Oslo, Kazan. 1 2 3. Yəni 1-ə 1 2 3 tandemindən hansı ikisi uyğun gəlirsə birinci ona bax. Bax B-də 2 3 uyğun gəlir. B-də 2 3 uyğun gəlir B-də. Başqa hansında uyğun gəlir? Məsələn 1-5 çıxırıq, sonra 1-6 çıxırıq, sonra 2-5 çıxırıq, 1-4 çıxırıq və doğru cavabımızı tapmış oluruq ki, B variantı elə düz cavab imiş. 2-3, 2-yə 5, 6. Manila və Qahirə. Sualımızı bu şəkildə, asan bir şəkildə, tezliklə, qısa bir zaman ərzində doğru cavabını tapmış olduq. 14-cü sual. Miqyası 1 bölünsün 3. Bu dəfə də sildikdə, yəni 50 kilometr olduğunu dəqiq şəkildə yadda saxladıq. Aha, 1 santimetrdə 50 kilometr olan xəritədə 40 dərəcəli paralel üzərində 30 şərq və 55 şərq uzunluğu arasında məsafə 40 santimetr olarsa dərbi hesablayın. Aha, deməli burada yenə də dediyim kimi ilk olaraq ilk başda olanı sondakına vurmalıyıq. Yəni 1-ə 50, 1-ə 50, deməli 1-ə 50 kilometr, 50 kilometr 1 santimetrə
50 kilometr. Bizə neçə santimetrdir? 40 santimetr. 40 santimetrə x. Ha, 50-ni 40-a vuranda neçə eləyir? 2000. 2000 kilometr. Tapdıq mı? 20 bin kilometr yazdım. 20 2000 kilometr. 50'ni 40'a vurduk. 2000 kilometr tapdıq. 30 şərq, 55 şərq uzunluğu. Eyni yarım şərə toplayarıq, çıxarıq. Deyirik ki, çıxarıq. 55-dən 30-u çıxanda neçə qalır? Qalır, deməli 25 dərəcə. 25 dərəcə. 25 dərəcəyə 2x bilmirik neçə kilometrdir? 1 dərəcəyə, yəni 1 dərəcədə deyir ki, 40 dərəcəlik paralel qövs uzunluğunda 1 dərəcə nə qədərdir? Bura 111 yazmırıq ha heç bir halda. 1 dərəcəyə 85,4 kilometr. Yəni bunları qısa şəkildə hər paraleldə nə qədər olduğunu hər birimiz bir qayda olaraq bilməliyik. Əsas da ölkəmiz Azərbaycanın yerləşdiyi. Digərləri verilir çox zaman. Amma ölkəmiz Azərbaycanın yerləşdiyi paralelin, yəni 40 dərəcəlik şimalın elə ola bilər ki, 40 dərəcə cənubdan verir, eyni şeydir. Yəni 85,4-dür. 85,4-ü də burada vururuq 25-ə, 85,4-ü vururuq 25-ə, 2135 cavab alırıq. 2135. Aha. 2135. Əvvəlki testində öyrətdim axı. Bu bucağa görə tapdığımızdan santimetrə görə tapdığımızı çıxırıq. Başqa sözlə desək, ilkin bu əvvəlinci ilə sonuncunu vurub, daha sonra ortada bu bucağa görə vurduğumuzdan çıxmalıyıq. 2135-dən 2000-ə çıxanda neçə qalar? 135. Keçək növbəti testimizə. 45 şimal enliyi, 120 şərq uzunluğu və 15 cənub enliyi, 15 qərb uzunluğuna uyğun gələn məntəqələrin müvafiq olaraq müəyyən edin deyir. Aha. Deməli, bayaq da sizə vurğuladım ki, dəfələrlə yəni bu testlərdə vurğulanır. Azərbaycan harda yerləşir? Gəlin bir Azərbaycanı tapaq. Və orada görürsünüz kiçik bir Xəzər dənizi var. Yəni Xəzər dənizinin koordinatları necədir? Baxaq bir dəqiqə. Baxaq Xəzər dənizinin koordinatları. Xəzər dənizinin üzr istəyirəm. Bakının koordinatlarına baxaq. Bakının koordinatları neçə idi? 50 dərəcə şərq uzunluğu. Təsvir burada o qədər də yaxşı verilməyib. 50 dərəcə şərq uzunluğu. 40 dərəcə şimal enliyi. 40 dərəcə şimal enliyi. Bildik ki, bu bizim Bakımızdır. Xəzərin sahilində yerləşən Bakı, Abşeron yarımadasında yerləşən. Eyni zamanda Azərbaycanın koordinatıdır. Düzdürmü? Buna baxdıqsa biz, bir də nə deyir bizə? Deyir 45 şimal enliyində, 120 şərq uzunluğunda. 120 şərq uzunluğunda. Təqribi bizdə bilirik ki, daha çox bu testlərdə öz əksini tapır. 105 dərəcə şərq uzunluğunda yerləşir Pekin şəhəri. Pekin şəhəri. Bu da Pekindən də şərqdə yerləşən bir məntəqədir. Baxırıq ki, burada A məntəqəsidir. Yəni burada şimal və şərq yarımkürəsində yalnız iki məntəqə var. A və B məntəqəsi. Amma bu bizə deyir axı 120 şərq uzunluğunda. B məntəqəsi 120-də ola bilərmi? Xeyr, ola bilməz. Yəni 120 şərq uzunluğuna uyğun gələn A məntəqəsidir. Eyni zamanda Azərbaycandan da 5 dərəcəlik məsafədə yerləşər. Deməli, birinci məntəqəmiz oldu A məntəqəsi. Birinci məntəqəmiz oldu A məntəqəsi. Aha. Birinci məntəqəmiz A məntəqəsi olduğunu qeyd etdik. Ki, birinci məntəqəmiz A məntəqəsidir. Aha. Keçirik. Bunun üzərindən bir dənə xətt çəkirik. Birinci məntəqəmiz A məntəqəsi. Və ikinci məntəqəmiz deyir ki, cənub və qərb yarımkürəsində yerləşir. Cənub və qərb. Görürsünüz, sadəcə olaraq burada verilən enlik və uzunluğa baxıram. Cənub yarımkürəsi hardadır? Burada. Qərb yarımkürəsi hardadır? Burada. Burada hansı məntəqə verilib? Yalnız bir məntəqə. D məntəqəsi. Deməli, burada heç bir hesablamağa və özümüzü yormağa ehtiyac yoxdur. A və D sualımızın doğru cavabıdır. Y variantı sualımızın doğru cavabı hesab olunur. Keçək 16-cı suala. Mütləq hündürlük. Baxın uşaqlar, mütləq hündürlük məntəqənin deyir mütləq hündürlük nədir? Gəlin sizə bir dənə mütləq hündürlük göstərim mən. Az öncəki testdə. Baxın uşaqlar, bu mütləq hündürlük. Bax, horizontal üzərində mütləq hündürlük. Bax, bunu yadda saxlayın hamınız bir qayda olaraq. Horizontal üzərindəki mütləq hündürlük bax budur. Gördüyünüz 970 var ha.
Bax, mərkəzdə yazılan 970 məntəqənin mütləq hündürlüyüdür. Mütləq hündürlük. Nisbi hündürlük nə idi? Burada 750 yazdıq çıxdıq ha. İki məntəqə arasındakı fərq nisbi hündürlük hesab olunur. Yəni bu 0 olsaydı çıxsaydı yenə mütləq hündürlüyü almış olardıq. Yəni mütləq hündürlük odur ki, yəni sıfırdan yuxarıda yerləşən məntəqədən çıxırıq. İki nöqtə arasındakı fərqdir. Nisbi hündürlük. Mütləq hündürlük isə bu mərkəzdə yazılan rəqəmdir. Yəni dağın ən hündür zirvəsi onun mütləq hündürlüyü hesab edilir. Bizdən indi nə soruşur burada? Neçənci sualdaydıq? 16-cı sualda. Məntəqənin okean səviyyəsinə hesaplanan hündürlüyüdür. Bəli. Məntəqənin okean səviyyəsinə hesaplanan hündürlüyü onun mütləq hündürlüyüdür. Keçək 17-ci suala. Doğru xüsusiyyətləri müəyyən edin. Xəritənin təsvir üsulları, xüsusiyyətləri, keyfiyyət fon üsulu, nöqtələr üsulu, Arial üsulu. Yəni görünən odur ki, hər birinin qarşısında iki variant verilir rəqəmlə. Bunlardan biri doğrudur. Keyfiyyət fon üsulu fiziki xəritələrdə ovalıqlar, yüksəkliklər və yaylalar bu üsulla təsvir olunur. Hər hansı bir ərazinin kəmiyyət göstəriciləri ilə görə fərqləndirir. Yəni adı da üstündədir kəmiyyət göstəriciləri. Ona görə götürməyib. Burada keyfiyyət fona biri götürürük. Sonra nöqtələr üsulu. Bu üsulla əhalinin yerləşməsini və sayını müəyyən etmək olur. Bəli, tamamilə doğrudur. Tematik xəritələrdə müxtəlif şərt işarələrdən və xətlərdə göstərilir. Xətlər deyil, adı üzərində nöqtələr üsuludur. Xəritələrdə yağıntıların və günəş radiasiyasının paylanması bu üsulla göstərilir. Xəritələr göstərən elementlərin yayılma sahələri rənglərlə təsvir olunur. Bu da doğru cavabdır. Deməli, doğru cavabımız nə oldu? 1, 3 və 6. C variantı sualımızın doğru cavabıdır. Keçək növbəti sualımıza. Hmm, bir dəqiqə. Növbəti sualımıza keçək. A. Növbəti sualımız. Ekranı düzəldək. Keçək növbəti sualımıza. Aha, növbəti sualımıza baxaq. Növbəti sualımızda deyilir ki, bizə bildirilir ki, aha. Növbəti sualımızda 18-ci sual deyir ki, sxemdə kəsmə yüksəkliyin 50 metr olduğunu nəzərə alaraq A və B horizontallarının mütləq hündürlüyünü müvafiq olaraq müəyyən edin. Aha, bu da maraqlı bir testdir. Burada baxın görürsünüz bizə verib 238-i, doğrudurmu? İlk öncə həll etməmişdən öncə bir dənə cavablarda bu testdə müəyyən qədər yanlışlıq olduğunu qeyd edim sizin üçün. İndi bir dənə həllini deyim, sonra niyə yanlışlıq var onu da izah eləyəcəm. Sxemdə kəsmə yüksəkliyin 50 metr olduğunu nəzərə alaraq A və B horizontalları mütləq hündürlüyünü müvafiq olaraq müəyyən edin. Baxın uşaqlar, yadınızda saxlayın ki, bizə verilib bu 238, düzdür? Bu daxili horizontalların ondan bir əvvəlki horizontal arasında yazılıb 238, düzdür? 238, yəni bizə bu 238 verilirsə, kəsmə yüksəkliyinin də 50 metr olduğu verilirsə, yadınızda saxlayın ki, bunu normalda belə tapa bilərsiniz. Yəni 238, yəni bunu necə taparıq? 238, baxın 238, 238 kiçikdir nədən? Böyükdür nədən? Yəni necə böyükdür nədən, kiçikdir nədən? İndi onu izah eləyirəm. Yəni bu 238-dən böyük 50-yə bölünən ilk ədəd. Yəni ilk ədədi diqqətli olun ha. 238-dən böyük 50-yə bölünən ilk ədəd. 238-dən böyük 50-yə bölünən ilk ədədimiz elə 250-nin özüdür. 250. Düzdür? Ha, indi sual verərsə, ay müəllim, 250-ni hara yazaq? 250 bizim daxili horizontalımızdır. Yəni bu horizontaldır. Yəni bu horizontal, hansı horizontal? İndi biraz səliqəsiz alındı. Baba, gördüyünüz bu horizontal var ha. Bax, bu horizontal 250-dir. 250. Bir dəqiqə rəngi dəyişə bilsəm. Rəngi dəyişsəm. Ha, 250-dir. Bəs sual verərsiniz ki, bəs müəllim 238-dən kiçik nəyə götürəcək? 238-dən kiçik ilk 50-yə bölünən ədəd, o da neçədir? O da 200-dür. 200-ü hara yazacaq? 200-ü bax, bu horizontala. Yəni baba gördüyünüz bu horizontal var ha. Daxili horizontaldan bir sonraki, bir üstəki. Bu da 200 metrdir. 200 metri ifadə olunur. Deməli, üstəki oldu 250, altdakı oldu 200. 200. Bu 200-dürsə bu neçə olacaq? Bu olacaq 150. 150. Aha. Bu olacaq necə? Xarici horizontal 100. Aha. Uşaqlar, sizinlə birlikdə tapmış olduq ki, deməli A məntəqəsi 100-dür, B məntəqəsi 250-dir. Düzdürmü? Gəlin cavab variantlarına baxaq görək. Burada da bizə deyir ki, A və B horizontalları müvafiq olaraq. Müvafiq olaraq odur ki, A-nı A birinci, B ikinci yazılmalıdır da. A nə qədərdir? 100. Yəni A 100 olan variant varmı? Xeyr. B neçədir? 250. Görürsünüz burada A variantında 100, 250 verilib.
Düzdürmü? Amma yerləri səhv verilib. Yəni müvafiq olaraq verib bunu da bu şəkildə yazmaq yanlışdır. Yəni testin doğru cavabı o zaman olardı ki, bu 100 sağda, 250 solda yazılardı. O zaman bu testimizin doğru cavabı olmuş olardı. Xəritədə eyni meridian üzərində olan A məntəqəsi 19-cu sual. 76 şimal elliyində, B məntəqəsi 16 dərəcə cənub elliyindədir. Bu məntəqələr arasında məsafə 44,4 sm olarsa, xəritənin bu hissəsi üçün xüsusi miqyası tapın deyir bizə və biz də bu miqyası tapmağa çalışacağıq. Bu da olduqca asan bir məsələdir. Yəni bizə verilib bir qədər təsvirimizi sola keçirək. Təsvirimizi sola keçirək ki, burada aydın bir şəkildə göstərməyə çalışaq. Aha, deməli belə. Lövhəmizi təmizləyək. Hı -hı. Deməli, məntəqələrimiz harda yerləşir? Deyir ki, eyni meridian, hər hansı bir meridiandır, fərq etməz. Bu meridian üzərində A məntəqəsi, bir də var B məntəqəsi. A olsun bu, A, bu da olsun B. Aha. A məntəqəsi yerləşir 76-da. 76 şimal illiyində. 76 şimal elliyində. B məntəqəsi yerləşir 16 cənub elliyində. 16 cənub elliyində. Yəni ekvatordan cənubda yerləşir. Bunlar eyni yarımkürədirmi? Xeyr, fərqli yarımkürədir. Ortada 0 dərəcə ekvator var. Biri 76-dır, biri 16. Fərqli yarımkürə olduğu üçün nə edirik? Toplayacağıq. 76, 76, 76 plus 16. Plus 16. Neçə edir? 76 plus 16 92 edər. 92. Aha. Lövhəmizi təmizləyək. Tapdıq ki, bunlar arasındakı məsafə neçə dərəcədir? 92 dərəcədir. Düzdür? Aha, 1 dərəcəlik meridian qövsünün uzunluğu nə qədərdir? 1 dərəcəlik meridian qövsünün uzunluğu üzr istəyirəm. 92 dərəcədir. Aha, 92 dərəcə fərq var. Bu məntəqə arasında məsələn 44,4 sm olarsa, deyir ki, bu hissə üçün xüsusi miqyas tapın. Bu çox sadədir. Yəni xüsusi miqyas, baş miqyas, baxın burada 1-ə miqyasa. Yəni bizdən nə soruşur? Artıq x qoyuruq da. Bilmirik 1 sm nə qədərdir. 92 dərəcəyə 1 dərəcəyə x kilometrdir də. 92 dərəcə 1 sm-də x-dir. Üzr istəyirəm. 1 sm-də x-dir. Burada səhv getdik. Deməli, burada 1 dərəcəni bildik ki, 111 kilometrdir. İlk öncə bunu tapmalıydıq. 92 dərəcə 92 dərəcəmə x qoyuruq. X. X-i tapmaq üçün 92-ni vururuq 111-ə. 92-ni vururuq 111-ə. Deməli, 10.000 x bərabərdir. X bərabərdir. Deməli, 10.000 212. 10.212. Düzdürmü? 10.212-ni tapdıqsa artıq biz. Artıq biz 10.212-ni tapdıq. Aha. 10.212. 1 santimetrə x. 1 santimetre x. 44,4 santimetrə. 44,4 santimetrə. 10.212. 212. X bərabər neçəyə? X bərabər 44,4 x. Yəni 44,4 x. 44,4 x bərabərdir. Yəni bu ədədə 10.212-yə. 10.212-ni bölürük 44,4-ə. 10.212-ni bölürük 44,4-ə. Tapırıq ki 230. 230. Deməli, 230-u tapmış olduqsa, aha, bu 230 nədir? 230 kilometrdə, doğrudur. Kilometr. Kilometr olduğu üçün bunu miqyasla ifadə etmək üçün arxasına neçə sıfır artırmalıyıq? Sözsüz ki, burada arxasına 5 sıfır artırmalıyıq. 5 sıfır artıranda A variantını almış olurum. Keçirik növbəti testimizə. 20-ci test. Xətti miqyası, miqyası əsasən xəritədə ölçüləri 72 kvadrat santimetr olan bataqlığın həqiqi sahəsini hesablayın deyir.
Kilometrin kvadratı ilə. Deməli, xəritədəki xətti miqyasa baxanda həmişə sıfırın və sağına və soluna diqqət edin. Yəni sıfırın sağına, soluna baxdıqsa, artıq bu xətti miqyası çözmüsünüz. Yəni digər ay 10,5-dən 7-ni çıxım, görüm nə qəmlə yazılır. Yəni belə şeylərə ehtiyac yoxdur. Burada tapdıq ki, sağına və yaxud soluna baxsaq, ilk. Tapdıq ki, 1 santimetrdə 3,5 kilometrdir. 1 santimetrdə gözlüyün. Aha, 1 santimetrdə 3,5 kilometrdir. Aha, 1 santimetrdə 3,5 kilometrdir. Aha, bizə 3,5 kilometrdir. 72 kvadrat santimetrə 72 santimetr kvadratına, yəni santimetrin kvadratına x-dir. X-dir. Deməli, burada 3,5-i götürə bilərikmi? Xeyr. Çünki 3,5-i götürə bilmərik. Burada biz bunu, bax burada, kvadratla ifadə etdiyimiz üçün bu 3,5-i də kvadratla ifadə eləməliyik. Yəni 3,5-i də kvadrata yüksəltdiyimiz zaman nə edirik ki? Yalnızca 3,5-in özünə vururuq. 12 tam, deməli, 12 tam %25 alırıq. %25 alırıq. Deməli, 12 tam %25-i aldıqmı? Deməli, x-i tapmaq üçün nə edəcəyik? 72-ni vuracaq 12 tam onda 12 tam %25-ə. Cavab nə alacaq? 12 tam %25-i vursaq 72-yə 882 ədəd alırıq. 882. 882. Cavab öz əksini tapırmı? Bəli, tapır. D variantında. Keçirik 20-ci suala. Azərbaycan Respublikasının bir bölünsün 500 min miqyaslı sənaye xəritəsinin məzmununa, miqyasına və ərazi əhatə etməsinə görə müəyyən edin. Baxın, bir bölünsün 500 min hansı miqyaslı xəritədir? Dedik axı 200 mindən 1 milyona qədər orta miqyaslı xəritədir. Bayaq az öncə qeyd etdik axı əvvəlki testlərimizdə. Deməli, bu orta miqyaslı olacaq. Baxaq, böyük miqyaslı, sonra kiçik miqyaslı. Aha, bunları çıxdıq. D-ni çıxdıq, bir də B-ni çıxdıq. Düzdürmü? D və B-ni çıxmış olduq. Aha, D və B-ni çıxdıq. Sonra gəlirik buradan sonra digər nəyə baxırıq? Deyək kompleks xəritələr. Uşaqlar, kompleks xəritələr daha çox icmal xəritələr kimi öz əksini tapır da bir neçə komponenti ifadə edir axı. Ona görə kompleks xəritələrdə çıxırıq, ümumcoğrafi xəritələrdə çıxırıq. Daha çox buna uyğun gəlir tematik xəritələr, orta miqyaslı ölkələr və onların bir hissələri. Burada ümumcoğrafi xəritələri də götürə bilərdik. Deyə bilərdik ki, müəllim, götürə bilərik. Amma burada bu hissəyə görə materiklərin, okeanların və onların bir hissəsinin xəritəsi ifadəsinə görə yanlış olaraq götürürük. E variantı sualımızın doğru cavabıdır. Keçirik növbəti sözümüzə. B 40 dərəcə şimal enliyi və 20 şərq uzunluğu məntəqəsindən hərəkətə başlayan səyahətçi 270 azimutla 4270 km yol getdi. Səyahətçinin çatdığı məntəqənin koordinatlarını və yerləşdiyi yarımkürəni müəyyən edin. Biz gəlin bunu birlikdə müəyyən edin uşaqlar. Eləcə də həmkarlar. Aha. Burada müəyyən etməyə çalışırıq. Bir də şərtimizə baxaq. Bir də şərtimizə baxaq. Şərtimiz necə idi? 40 dərəcə şimal enliyi. Deməli, 40 dərəcə şimal enliyi, 20 dərəcə şərq uzunluğuna 270 azimutla. 4270 kilometr. Aha. 40 dərəcə şimal enliyi, 20 dərəcə şərq uzunluğu. Çəkək bura. 40 dərəcə şimal enliyi, 20 dərəcə şərq uzunluğu. Yəni bizlə eyni paralel üzərində yerləşirlər uşaqlar. 40 dərəcə şimal enliyi, 20 dərəcə şərq uzunluğu. Bizdən eyni yarımkürədə yerləşirlər. Şərq uzunluğundan 270 azimutla yenə belə. Yəni müəlliflər 270 azimutda daha çox üstünlük veriblər. 4270 kilometr. Yəni bu istiqamətdə 4270 kilometr hərəkət ediblər. Aha, burada yenə də diqqətli oluruq ki, bizim paralelimiz 40 dərəcəli paraleldir. 1 dərəcəlik paralelimizdə 85,4-dür. Ölkəmizin yerləşdiyi paraleldir. Bunu yadda saxlayın. 85,4-dür. Bizə deyəcək 4270 kilometr. 4270 kilometr də x-dir. X.
X bərabərdir nəyə? 85,4 x bərabərdir 4270-ə. X də bərabərdir 4270 bölünsün 85,4-ə. 4270 burada bölək ki, vaxtımız getməsin. 50 dərəcə. Aha. 50 dərəcə. Aha, 50 dərəcə. Deməli bu istiqamətdə 50 dərəcə irəliləyir. Burada neçə dərəcəmiz var? Şərqdən şərqə doğru getdikcə nə edirik? Çıxırıq. Yəni şərqdən şərqə doğru getdikcə çıxırıq. Hı -hı. Yəni bu istiqamətdə gedib hı -hı. Burada mouse'umuz. Aha. Səhifəmizi bağlayaq. Yenidən açaq. Aha. Aha. Deməli belə. 4270 kilometr hərəkət edib də, yəni 50 dərəcə gedib. Düzdür? 50 dərəcə gedib. 50 dərəcə gedib. Aha. 50 dərəcə gedibsə, deməli burada var bizim 20 dərəcəmiz. 20-dən çıxırıq 50-ni. 50-ni. 50-ni çıxanda neçə eləyir? Mənfi 30 eləyir. Düzdür? Mənfi 30. Mənfi 30. Mənfi 30 sıfırdan harda sıfırdan, yəni aşağıda yerləşir. Düzdür? Bax bu mənfi ilə aldığınız hissəni həmişə digər yarımküre olaraq götürürük. Yəni bu sıfırdırsa, mənfi 30-u almışıq ha. Bu 30-u da qərb yarımkürəsi kimi götürürük. 30 dərəcə, əgər qarşısında mənfi işarəsi varsa digər yarımkürə kimi götürürük. Eyni yarımkürələrə çıxdığımız zaman. 30 dərəcə qərb uzunluğu. Aha, deməli biz burada aldıq ki 30 dərəcə qərb uzunluğu, 40 dərəcə şimal enliyi. Yəni çatdığımız məntəqə budur. Görək varmı o? 30 dərəcə qərb uzunluğu, 40 dərəcə şimal enliyi. Başqa variantda varmı? Bəli, iki variantda uyğun gəlir. 30 dərəcə ilə 40 dərəcə qərb uzunluğu iki variantda uyğun gəlir. Deməli bu da qərb uzunluğu və bax burada görürsünüz şimal və qərb yarımkürələri verilir də. Düzdür. Bax buradakı hərflərə fikir verin. Bu şimal şimaldır, qərb uzunluğu da qərb uzunluğudur. Ona görə A variantı doğrudur. Baxın amma burada şimal və şərq verir. Amma şərqdə yerləşmir axı, qərbdə yerləşir. Ona görə də A variantı doğru cavabdır. Həqiqi sahəsi 4320 kvadrat kilometr olan parkın sahəsi miqyası 1 bölünsün. Yəni burada düzgün şəkildə silək, gəlin. 3 0 buradan silirik. 0 da buradan. Aha. 6 kilometr. 1 bölünsün 6 kilometr xəritə neçə santimetr olar? Yəni bu da olduqca sadədir. Yəni bunun bu şəkildə verilməsi sizi çarıxdırmaz. Aha. Lövhəmizi bir dənə təmizləyək. Aha. Rəqəm olaraq neçə verilmişdi? 4320. Düzdürmü? 4320 kilometr kvadrat. 4300 kvadrat kilometrə x yazırıq. Bir kvadrat, bir santimetrin kvadratına, üzr istəyirəm, yerlərini səhv yazdım. Bir, 1 santimetrin kvadratına, isə burada öz növbəsində 1 santimetrin kvadratına yazırıq neçəni? 1 santimetrin kvadratına yazırıq. Deməli, 1 santimetrin kvadratına yazmış oluruq 6'nın kvadratını. Yəni orada 6 santimetr verilmişdi axı. Onu da kvadratı 6 yazsaq doğru olmur. Yəni burada 36'nı veririk. 36'nı. 36 olsa onda neçə olur? 4320 4320 4320 bölünsün 36. Bölünsün 36. 36. Onda cavab neçə alırıq? 4320'ni 36'ya bölsək, burada bir dəfə 36 qalır 7 72. Bu da 2 dəfə. Bu 0 da bura gəlir 120. Cavabımız deməli 120 olmuş olur. Aha. Burada aldıq 120. Aha. 4320'ni böldük 36'ya. Bəli, 120 cavabı almış olduq. Bu 120'dir. Sxemdə verilmiş proyeksiyada tərtib
olunmuş xəritə hansı adaları ən az tərifə məruz qaldığını müəyyən edin. Baxın, görürsünüz, burada silindrik proyeksiya verilib. Bax, silindrik proyeksiyada qlobusu salırsa silindirin içərisinə, yəni boş bir borunun içərisinə. Bunu ev şəraitində A4 kağıza püçərək də yoxlaya bilərsiniz. Burada, yəni, burada xətt boyu toxunur. Hansı xətt boyunda toxunur? Mərkəzi hissə toxunur da, kürə formasında daxı. Ona görə 0 dərəcəli. Yəni ekvatorda 0 tərif olur. Yəni ekvatorda 0 olduğu üçün ekvatora ən yaxın olan. Məsələn, Yeni Zelandiya yaxındırmı ekvatora? Yəni xeyr. Kuba yaxındırmı? Yaxındır. Sumatra yaxındır. Kalimantan yaxındırmı? Madagaskar. Madagaskar da bir qədər. Yəni Kuba, Sumatra, Kalimantana baxdıqda burada iki variant bizdən tələb olunur. 3 və 4 daha yaxın variantlardır. Kalimantanla Sumatra. Kuba bir qədər ekvatordan uzaqda yerləşir. Eyni ölçüdə olan kağızlarda tərtib olunmuş xəritələrdə generalizasiyanın artma sırasına görə ardıcıllığı müəyyən edir. Ən sadə, primitiv, məntiq tələb edən sualdır bu suallar içərisində. Məsələn, burada sadəcə olaraq bilmək lazımdır ki, məsələn, təsvir şəhərlərin sahələrinə, yəni verilən obyektlərin həqiqi sahələrinə diqqət etməliyik. Məsələn, eyni təsvirə veririk. Eyni təsvirdə məsələn bir kənd mi daha çox tərifə məruz qalar? Generalizasiya, yəni təhrif deməkdir, generalizasiya. Yəni təhrifə, yəni təsvir zamanı yanlışlığa yol vermiş olaraq, yoxsa Azərbaycan xəritəsi sözsüz ki, kənddə az təhrifə yol vermiş olaraq da az obyekt təsvir edirik axı. Ona görə başlayırıq neçədən? 4-dən. Sumqayıt şəhəri, yəni yazırıq 4, 4. Daha sonra Azərbaycanın fiziki xəritəsi 5. Aha. Sonra Qaradəniz. Bax burada Qaradəniz, Avropa, dünya. Görürsünüz bu sözlərə fikir verin. Qarşısında nə təsvir olunubsa o qədər də əhəmiyyətli deyil. Burada Qaradənizli 3, sonra Qaradəniz adı yerləşir Avropada. Deməli Avropa daha böyükdür. 2, bir də nə? Əslində Avropa və Asiyanın sərhəddindədir. Bu da 1. Bu da 1. 4, 5, 3, 2, 1. Gecə 26-cı suala verilən əlamətlərə uyğun gələn şərti işarələri müəyyən edin. Müəyyən sahəyə malik əraziləri təsvir edilir. Konturlu, yəni elə adı üzərində verildi artıq. Konturlu şərt işarələri, yəni sahəvi şərt işarələri, göllər, meşələr bu üsulda təsvir edilir. Söhbət konturlu şərt işarələrdən, yəni sahəvi şərt işarələrdən gedir. Müəyyən bir sahəni əks edən obyektlərin təsviri bizdən tələb olunur. Baxın, birdə nə təsvir olunub? Məktəb. İkidə nə təsvir olunub? Üzümlük, yəni üzüm tarlası deyək. Şose yol. Çay, meyvə bağı, bir də çolluqdur bu. Çolluq. Yəni çol deyil ha, çolluqdur. Burada baxın bu miqyassızdır məktəb. Bu xətti şərt işarələdir. Bu da xətti şərt işarə. Əgər burada da bir çol təsvir edilmiş olsaydı götürməzdik. Bir neçə çol olduğu üçün müəyyən bir sahə tutur. Ona görə kontrol riayət edilir. Üzüm bağı, bir də meyvə bağı. Cavabımız nə olacaq? 2, 5 və 6. Sona cəmi 3 sualımız qalıb. Uyğunluğu müəyyən edin. Kartoqrafik proyeksiya, bərabər bucaqla bərabər sahəli ixtiyari. İndi gəlin diqqətli olaq. Burada görək hansına hansı aiddir. Bax, bərabər bucaqla da bucaq tərifi olunur. Bax, bu gördüyünüz bucaq hissəsini yadda saxlayın. Sahəlidə sahə, ixtiyaridə bucaq və sahə tərif olunur. Hər ikisi az olur. Getdi. Sahə və bucaqlara az tərif olunur. Yəni, burada sahə və bucaqlar az təhrif olunursa, bu ixtiyaridir. Yəni, hər ikisi az təhrif olunur, ixtiyaridir. Ona görə 3-ün qarşısından A yazırıq. A. E, bir qədər səliqəsiz alınır mausa görə. Aha. Deməli, 3-ün qarşısına nə yazdıq? 3-ün qarşısına yazdıq ki, e, deməli, 3-ün qarşısına yazmış olduq ki, A aiddir bura. Hı -hı. 3-ün qarşısına dedi ki, A aiddir. Sahə 3-ün qarşısına A yazdı. A. Keçirik sonra növbətinə. İstiqamət və bucaqlar demək olar ki, təhrif edilmir. Bu hansıya aiddir? Bərabər bucaqlıya aiddir. E, bərabər, yox, istiqamət və bucaqlar, bəli, bərabər bucaqlıya aiddir. B yazırıq bunun qarşısından. B yazmağa çalışaq. Sonra materik və okeanların sahələri hesablamaq üçün istifadə olunur. Bu bərabər sahəlidir. Yəni üzərində sahələrini hesablamaq üçün deyirsə, bu bərabər sahəlidir. C variantı. Yəni sualın özündən də ipucu axtarmağa çalışın. Uzunluq və forma təhrif olunur. Yəni uzunluq və forma təhrif olunursa, yəni bunu yadda saxlayırıq ki, uzunluq və forma tərifi varsa burada. Uzunluq və forma tərifi varsa, burada öz sözsüz ki, uzunluğu və forması tərif olunubsa, bu bərabər sahəlidir. Yəni, bərabər sahəlidir. D. Bir də yəni dəniz nəqliyyatında və aviasiyada istifadə olunur. Bu da ki, dəniz nəqliyyatında və aviasiyada istifadə olunanda bərabər bucaqlıdır. E variantı. Bir də E yazır. E.
1'ə də E yazmış olduq. BE, 1 BE, 2 D, CD, 3'ə də A. Yəni burada bərabər bucaqlı, bərabər sahəli. Burada da ki, dəniz nəqliyyatlı istifadə olunur. Bərabər bucaqlı, bərabər sahəli isə yəni C və D variantları uyğun gəlir. Keçək bu situasiya tipli testimizə və yavaş-yavaş yekunlaşdıraq. Xəritələrdə kartoqrafik proyeksiyalar vasitəsilə tərtib olunur. Bu zaman yerin kürə səthi müstəvi üzərinə köçürüldüyündən xəritədə təhriflər əmələ gəlir, lakin xəritələr təhriflərin olmadığı xətt və ya nöqtə olur ki, onlar sıfır təhrifli xətt və ya nöqtəsi deyilir. A proyeksiyasında bu xətt ən uzun paralel, B proyeksiyasında isə 60 dərəcə və ona yaxın paraleldir. Uşaqlar, bax burada A proyeksiyası bu xətt ən uzun paralel. Ən uzun paralel hansıdır? Ən uzun paralel ekvatordur, düzdür. Ən uzun paralel ekvatordur. Ekvator hansıdır? Ekvator hansı paralelimizdir? Yəni 0 dərəcə, gördüyünüz bu 0 dərəcə ən uzundur. Yəni ən uzundur və buna görə də bu hansı proyeksiyada olar? Dedik axı, silindrin kağızın içərisinə salırıq. Bu olur silindrik, sadə silindrik. A nə oldu? Silindrik. Silindrik. Dirik. Silindrik. A oldu silindrik. Düzdür. B proyeksiyası deyir 60 dərəcə və ona yaxın paralellər. Bu, yəni konus olur da, konus. Yəni konus necədir? Elə bir ki, sanki kosa papağı görmüsünüz də hər biriniz. Kosa papağını qoyursunuz qlobusun üzərinə. Yəni kağızı belə kosa papağı şəklinə salıb, qlobusun üzərinə yerləşdirsəz, görəcəksiniz ki, burada 60 dərəcə və ona yaxın olan hissələrdə, 60 dərəcə ona yaxın olan hissələrdə proyeksiya yazılır. Bu da konusdur. Konus. Konus. B konusdur. Uşaqlar. B konus proyeksiyadır. B konus. Deməli A oldu nə? A oldu silindrik, B oldu konus. Məsələn, A və B proyeksiyasını müəyyən edin. A oldu silindrik, B oldu konus. Keçid digərinə. A və B proyeksiyasına meridian və paralellərin nə cür təsvir olunduğunu müvafiq olaraq müəyyən edin. İndi bunu sözlü şəkildə deyirəm. Burada diqqətlə yadda saxlayın. Bax A da silindrin içərisinə salınır. Daha sonra açılanda bax gördüyünüz bu şəkildə düz bucaq altında meridian və paralel xəttləri kəsişir. Düz bucaq altında. Amma B-də konus proyeksiyasında baba belə gördüyünüz baba gördüyünüz bu xəttlər var ha qövsvarı. Bu qövsvarı xəttlər paralellərdir. Paralellər. Paralellər nə şəklində təsvir olunur konusda? Yəni B-də. B-də nə şəklində təsvir olunur? Qövsvarı. Bəs meridianlar nə şəklində təsvir olunur? Bir nöqtədən çıxan düz xəttlər şəklində. Bir nöqtədən çıxan düz xəttlər şəklində. Yəni bu şəkildə təsvir olunur. Bir qədər səliqəsiz oldu. Yəni bu cümləni, bu hissəni qısa şəkildə burada qeyd etsəz, yəni sualınız düzgün cavablandırılmış hesab olunacaq. Sadəcə burada sadəcə bu proyeksiyanı xəyalınızda canlandırın, daha sonra sözlərlə ifadə etmək sizin üçün asandır. Deyir A proyeksiyası. A proyeksiyası hansı proyeksiyadır? Silindrik proyeksiya. Tərtib olunan xəritədə ən az təhrif təsvir edilən materik. Burada doğru cavab olaraq Afrika verilib. Amma burada Cənubi Amerikanın, yəni Cənubi Amerikanı da kəsir də bilirsiniz, Amazon ovalı olan hissəsində kəsir. Yəni Cənubi Amerikanın bir hissəsi, Afrikanın mərkəzi hissəsi və ya Cənubi Amerikanın şimal hissəsi yazsaz, doğru cavab hesab olunacaq. Yəni ekvator kəsir. Hə, deyərsiniz müəllim, Kalimantar, Sumatra, Sulavezi, bu adalarda kəsir axı. Bəs niyə bunları götürmürük Avrasiya materiki? Uşaqlar yadınızda saxlayın ki, materik deyilərkən adalar götürülmür. Yəni qitə olanda adalar götürülür. Məsələn, Asiya qitəsi desə ki, hansı qitələr, məsələn, Asiya qitəsini rahat şəkildə götürün. Afrikanı, Cənubi Amerika 3 dənə götürə bilərsiniz. Amma söhbət materikdən gedirsə, burada Afrika və Cənubi Amerikanı götürməlisiniz. B proyeksiyasında tərtib olunan xəritələrdə ən az təhriflə təsvir edilən materiklər. Ən az təhriflə təsvir edilən materiklər, yəni bizim özümüzün də öyrəndiyimiz daha çox şimali yarımkürəsidir. Avrasiya və Şimali Amerika. Amma diqqətlə baxdıqda görərsiniz ki, 60 dərəcəli paralel, deməli Antarktidanın bir hissəsini, yəni Antarktidanın bir hissəsini, bir də ki, Cənubi Amerikanı kəsmiş olur. Yəni burada əsas olaraq cavab olaraq da dim götürüb ki, Avrasiya və Şimali Amerikanı, bir də Cənubi Amerika və Antarktidanı da götürə bilərsiniz. Bugünkü test izahımız, yəni sınaq izahımız haqqında bu qədər. Ümidvaram ki, əsaslı və dolğun şəkildə izah eləyə bildim. Çalışdım ki, burada suallara öz yanaşmamla yanaşam, asan yollarla, yəni sadə şəkildə həll etməyi, daha tez həllə çatmağı sizə öyrədim. Kanalımıza abunə olmağı, rəy bölməsində suallarla bağlı hər hansı bir sualınız olarsa, başa düşmədiyiniz məqam olarsa, sualınızı ünvanlamağı unutmayın. Hər birinizə izlədiyiniz üçün təşəkkür edirəm. Növbəti dərslərimizdə görüşənədək.